1 noyabr dünyada Beynəlxalq Layihə Meneceri günü kimi qeyd edilir. Bu münasibətlə Azərbaycan Texniki Universitetində də tədbir keçirilib. Azərbaycan Texniki Universitetində layihələrin idarə olunması və innovasiyalar mərkəzinin açılışı oldu. Universitetin rektoru Havar Məmmədov bildirdi ki, mərkəzin açılışı həm universitet, həm də bütün layihə menecerləri üçün mühüm tədqiqat mərkəzinə çevriləcək. Rektor mərkəzin yaradılmasında təşəbbüs göstərən və ona metodoloji dəstək olan layihələrin idarə olunması Beynəlxalq Assosiasiyasının Azərbaycan nümayəndəliyinə təşəkkür etdi. Məlumat verdi ki, nümayəndəlik intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. O, mərkəzin gənc tələbə və aspirantların menecer peşəsinin daha dərindən öyrənilməsində və ölkədə peşəkar mütəxəssislərin hazırlanmasında xüsusi rolu olacağını bildirdi. Mərkəzin əsas fəaliyyət istiqaməti və məqsədi isə layihə menecmenti üzrə beynəlxalq standartların və metodologiyanın Azərbaycanda tətbiqi, tələbə və peşəkar layihə menecerləri arasında təcrübə mübadiləsi, gənc alim və mütəxəssislərlə layihə menecmenti üzrə elmi tədqiqat işlərinin həyata keçirilməsinə şəraitin yaradılmasıdır. Açılış mərasimində sertifikatlaşma proqramını uğurla başa vurmuş bir neçə gənc mütəxəssisə beynəlxalq dərəcəli layihə meneceri diplomu təqdim edildi. Əli Rzayev, Elnur Məmmədov, Səbinə Bayramova, xəbərlər.